Xoş gördük dəyərli müəllimlər. Hər birinizi salamlayıram. MİQ və sertifikasiya imtahanına hazırlaşan ibtidai sinif müəllimlər üçün növbəti izahla qarşınızdayıq. Növbəti izahımız dəstək 6. 5 dənə dəstək tipli videomuz kanalda yerləşdirilib. Playlistdə dəstək MİQ və sertifikasiya mütləq baxın onlara. Bu tipli videolarda, bu dəstək tipli videolarda biz şablon və standart olmayan suallar üzərində sizə proqrama təbii ki daxil olan mövzular əsasında suallar təqdim edirik. Bildiyiniz onsuz da sizindir. Bu izahlarda çalışırıq bilmədiyiniz nələrinsə öyrənəsiniz. Vaxt itirmədən keçək suallarımızın izahına. Birinci sualımız ilk baxışda düzbucaqlı, sonra düzbucağın da hər tərəfindən 1 metr məsafə xalça məsələsi kimi də gələ bilər. Amma dəqiq sualı oxuyub analiz edəndən sonra görəcək ki, bu sual əslində fəza fiquruna aid olan bir sualdır. Aşağıdakı yaşıl sahə Vahidin tarlasıdır, göstərilib. Həmin tarla eni 10 metr, uzunluğu isə 18 metr olan düzbucaqlı formasındadır. Vahid tarlasının ətrafındakı torpaq sahəsindən alaraq tarlasını hər tərəfdən 1 metr genişləndirmişdir. Yuxarıdan, aşağıdan, soldan və sağdan. Və bu əlavə sahənin hamısında yarım metr dərinlikdə kanal qazaraq həmin sahəni su kanalı halına gətirmişdir. Yağış zamanı bu kanal su ilə dolduğuna görə ümumilikdə kanalda neçə litr su toplanmışdır? Burada bu düşünüb toplanmışdır. Aha. İndi burada nəyə fikir verəcəyik müəllimlər? Əvvəlcə bunu vizual olaraq təsvir etməyə çalışaq ki, burada bizdən nə istəyir? Bu nə deməkdir? Bu o deməkdir ki, baxın. Əvvəlcə bu 10 metrdirsə, bu ətrafdan da 1 metr, buradan 1 metr, buradan alacaq. Onda bunun uzunluğu olacaq 20 metr. 1 metr yuxarıdan 1 metr aşağıdan. Onda burada en olacaq 12 metr. Başqa cür desək, bu belə bir sahə alırıq və bu 1 metr bunun dərinliyi, daha doğrusu 1 metr və bu əlavələr yarım metr dərinlikdə kanal qazıb. Və bunun ortasında tarla ilə işimiz yoxdur. Bax, tarla da bunun ortasında bu formada qalır. İndi lap belə deyək də, biz şəkilə uyğun çəkməyə bilərik, ölçülər olaraq nisbi burada. Əsas odur ki, bunu vizual olaraq başa düşəsiniz ki, burada nə deyir? Tarla da ortada qalır. Bu, bilirsiniz nə deməkdir müəllimlər? Elə bil tarlanın ətrafına 1 metr enində bir xəndək qazılır. Bunu indi Lordada desə xəndək yəqin ki başa düşəcəksiniz. Bax, bu hissə, lap bunu da fərqli rənglə burada qeyd edilsək, su dolan hissə, baxın burada, bu hissəyə də müəllimlər, bu hissəyə su dolur. Bu hissəyə su dolur. İndi bizə deyir ki, nə qədər su var? Müəllimlər, MİQ 2024-də fəza fiquru düşmüşdü, bəli, düşmüşdü. Kəsib çıxarma düşmüşdü, bəli. Keçən il üçün o sual sizə ilk dəfə idi çıxırdı qarşınıza, bəli. Eyni sualı sadəcə həmin suala daha da rəngarəng eləyib sizə təqdim edirik. İndi bura 20 metrdir, bura 12 metrdir. Hündürlüyü, dərinlik dediyimiz hündürlük, dərinlik, bu eyni anlayışdır. Yarım metr. Bunu 0,5 metrdə yaza bilərik müəllimlər və ya 2də 1 metrdə qeyd edirik. Bu nədir? Bu bir düzbucaqlı paralelipipeddir və ya kuboiddir. İndi bizdə bu su nə qədər burada bu sayı ilə göstərdiyimiz hissə suda olub, bu suyu tapacaq. Necə eləyəcək? Demişdik ki, fiqurdan kəsib çıxarma varsa, fəza fiqurundan, böyüyün həcmindən kəsib çıxardığımızın həcmini çıxırıq, qalan qalır. İndi suyu necə tapacaq? Böyüyün həcmini tapsaq, 3 ölçünü bir-birinə vuracaq. 20 vurulsun, 12 vurulsun, 2də 1. En uzun hündürlük. 2, 2'ye 1, 6 bərabər 120 kub metr. İndi gəlin, bu içərisində olan tarlanın həcmini tapaq. Tarlanın həcmini biz dəyişməmişik. Tarladan nəsə qazmamışıq. Tarlanın ölçüləri burada var idi. Bura 18 metrdir. Bura 10 metrdir. Burada bu eyni vəziyyətdə qazılıb. 2də 1 metrdə buradır. Olacaq 10 vurulsun, 8 vurulsun, 2də 1. Bu da bərabər eləyir. Nə qədər eləyir? 10 vurulsun, 8 vurulsun, 2də 1. Daha doğrusu burada 18'dir. 18. Hə, 18. 5, 90 kub metrdə buradır. İndi çıxacaq 120-dən 90'ı bərabər eləyəcək nə qədər? 30 kub metr. Biz həcm vahidlərində də bilirik ki, 1 kub metr bərabərdir 1000 kub desimetr. O zaman 30 kub metrimiz bərabərdir 30'un sonunda 1, 2, 3 dənə 0 kub desimetr. Və bundan vacibli olaraq bilirik ki, 1 kub desimetrimiz bərabərdir müəllimlər 1 litrə. Bu məntiqə əsasən bunu da bərabər eləyəcək 30.000 litrə. Bu sualda nə var idi? Baxın, çevirmə var.
Sonra fəza fiqurunun həcmini tapmaq var. Hətta müstəvi fiqurlarda kənardan 1 metr arayla bunun da ölçülərini tapmaq var. Fiqurdan kəsib çıxarmadı. O demək deyil ki, fiqur düşsün oradan kəsib çıxarmadı. Elə də ola bilər, amma sualı biraz dərin düşünmək, şərti biraz dərin anlamaq bizə imtahanda böyük köməklik göstərəcək. Növbəti sualımız ədəd məsələsindən bağlıdır. Bir məktəbdə kişi riyaziyyat müəllimləri gündə 8 saat, digər fənlər üzrə kişi müəllimləri gündə 6 saat. Qadın riyaziyyat müəllimləri gündə 7 saat, digər fənlər üzrə qadın müəllimləri isə gündə 5 saat dərs deyir. Yəni məsələn, tutaq ki, məktəbdə 4 nəfər kişi müəllimlərindən 4 nəfəri riyaziyyat müəllimidir. 5 nəfəri tarix var, Azərbaycan dili var. Bunlar qarışıq ola bilər. Təkcə riyaziyyat müəllimləri gündə 8 saat, digərləri 6 saat. Eləcə də qadınlar. Bu məktəbdə kişilərin ümumi gündəlik dərs saatları qadın müəllimlərin ümumi gündəlik dərs saatlarına bərabərdir. Tamam, bu mənə nəsə vermir hələ ki. Kişi müəllimlərin sayı qadın müəllimlərin sayı ilə eynidir. Müəllimlərin sayı eynidir. Bu da hələ ki mənə nəsə vermir. Baxırıq, əgər hər müəllim gündə 6 saat dərs keçsə, onda məktəbdə bir gündə ümumilikdə 144 saat dərs keçilər. Aha, baxın, gördünüz, məsələnin taleyini həll edəcək cümlə budur. Əgər hər müəllim gündə 6 saat dərs keçsə, onda bizdə x sayda müəllim var. Hər biri 6 saat dərs keçsə, bu eləyəcək 6x bərabərdir 144. X bərabər 144-ü 6-ya böldük, 24 müəllim. Bu cəmidir. Cəmi 24 müəllim. İndi gəlir artıq növbəti bu verilən at başlıqları. Bizə burada ikinci şərtdə deyir, kişi müəllimlərlə qadın müəllimlərin sayı eynidir. 24 müəllimin onda 12 nəfər qadın, 12 kişi müəllim var. Gördünüz, çox rahat. İndi gəlin keçək təzədən məsələnin birinci cümləsinə. Kişi riyaziyyat müəllimləri. Mən demək 12 nəfər kişi müəllimini, 12 nəfər kişi müəllimi. Bu mənim üçün dəqiq informasiyadır. Amma bu 12 nəfər kişi müəllimlərinin içərisində müəllimlər, sırf riyaziyyat müəllimləri və digər fənlər üçün olan müəllimlər var. Onda qeyd edəcəm ki, bura baxın, kişi riyaziyyat müəllimləri baş hərflərini qeyd edirəm x-dir, digər kişi müəllimləri 12 minus x-dir. Bu bizə tanışdır. Tənlik qurmaqla məsələ həllərində dəfələrlə qeyd elədiyimiz cümlədir ki, nəyinsə cəmi bu qədərdirsə, biri x-dirsə, o biri cəm çıxılsın x. Keçirik indi qadın müəllimlərə. Qadın riyaziyyat müəllimləri qeyd edirəm. Qadın riyaziyyat müəllimləri y-dir. Fərqli bir dəyişəni ifadə edirəm. O zaman digər qadın müəllimləri bərabərdir 12 minus y. Əla, bunları bildik. İndi baxırıq nöyə, bizə deyir ki, bunların ümumi gündəlik dərs saatları qadın müəllimlərin ümumi gündəlik dərs saatlarına bərabərdir. Kişi müəllimlərin gəlin ümumi dərs saatlarına baxaq. Kişi müəllimlərin ümumi gündəlik dərs saatları nə qədərdir? Gündə 8 saat riyaziyyat müəllimləri, onda 8-i vuracaqsan x-ə. 8x. Yəni kişi riyaziyyat müəllimlərinin sayı x-dir və bunlar da gündə 8 saat dərs keçirsə, cəmi 8x saat edir. Digər fənlər üzrə kişi müəllimləri gündə 6 saat, digər fənlər üzrə kişi müəllimləri 12 minus x-dir. Üstə gələk 6 vurulsun 12 minus x. Bu nədir? Bu yazdığımız, x-lə yazdığımız kişi müəllimlərinin ümumi gündəlik dərs saatları. Fərqi yoxdur, riyaziyyat və digər müəllimlər. İndi keçirik qadın müəllimləri üçün bunu hesablamağa. Qadın riyaziyyat müəllimləri gündə 7 saat dərs keçir. Qadın riyaziyyat müəllimlərinin sayı y-dir, o zaman olacaq 7y. Digər qadın müəllimləri isə gündə 5 saat dərs keçir. Dərs deyirlər. O zaman bu eləyəcək 5, 12 minus y. 5-i vuracaqsın, bu da toplayacaqsın. Burada nə öyrəndik? Qadın müəllimlərinin, riyaziyyat qadın müəllimlərinin sayını riyaziyyatdan keçdiyi dərs saatına vuruluruq. Digər fənlərdən olan qadın müəllimlərinin sayını onların digər fənlərdən keçdiyi dərs sayına vururuq. Və bu ümumi qadınların dərs saatı, bu ümumi kişilərin dərs saatı. Mən ortaya bərabərlik yazacağım. Bu bərabərlik mənə hansı cümlə verir? Bizə deyir ki, kişi müəllimlərin ümumi gündəlik dərs saatları qadın müəllimlərin ümumi gündəlik dərs saatlarına bərabərdir. Bunu sadələşdirək. 8x üstə gələk. 6-nı 12-yə vuranda 72 çıxılsın 6x bərabərdir. 7y üstə gələk 60 çıxılsın 5y. 2x üstə gəl 72 bərabərdir. 2y üstə gələk 60. Buradan sağa sola keçirsək 2y çıxılsın 2x bərabərdir 12.
Hər tərəfini 2-yə bölsə y minus x bərabərdir 6-ya. Y-in burada nə olmağı mənim üçün maraqlı deyil. Çünki məndən şərtdə soruşulan qadın riyaziyyat müəllimlərinin sayı, y idi. Kişi riyaziyyat müəllimlərinin sayı da x idi. Nə qədər çoxdur? Y-in x-dən nə qədər çox olması bunların fərqi deməkdir. Y çıxılsın x-dir. Həqiqətən də y-dən x çıxanda 6 qalır. Elə bundan 6 vahid çoxdur. Doğru cavab C variantı. Analiz tələb edilən bir maraqlı ədəd məsələsi idi. Növbəti sualımız yaş məsələsindən bağlı maraqlı bir sualdır. Qida şirkəti bölgə müdürlüyü üçün 2016-cı ildə verdiyi bir iş elanına bu şərti əlavə eləmişdir. Namizədin doğum ilinin son 2 rəqəmi yaşı ilə eyni olmalıdır. Yaşları 16-dan böyük olan 2 dostdan biri Fuad elanı düzgün başa düşmüş və demişdir, mən müdürlüyə namizədəm. Tamam. Digər şəxs Azad, yəni dostların digər şəxsi olan Azad elanı belə başa düşmüşdür, səhv başa düşüb. Doğum ilinin bütün rəqəmlərinin cəmi şəxsin yaşına bərabər olunmuşdur. Və o da demişdir ki, mən də bu müdürlüyə namizədəm. Buna görə Azad ilə Fuadın yaşları cəmi neçədir? Aha. Burada yaşları 16-dan böyük olan o deməkdir ki, yəni ikisi də bunu 1900 neçəyə düşür. Əvvəlcə gəlin verilən şərtləri, çətin deyil müəllimlər bu arada, yəni şərtlərin belə qarışıq olması sizi qorxutmasın. Təbii ki, məsələlərdə bunlara daha çox fokuslanmışıq. Həcmi böyük görsənən, şəkilli görsənən, amma həllini həll eləyəndə, dərk eləyəndə elə də çətin olmayan suallar. O zaman biz Fuadın doğum ilini götürək 1900 AB. Müəllim, hardan bildiniz ki 1900 AB-dir? 2000 neçə olsun? Çünki yaşı 16-dan böyük deyir. 16-dan da böyük olanda bu gəlib 1900 neçəyə düşür. Və 1900 AB-dirsə onda Fuadın yaşı elanı düzgün başa düşdüyünə görə deyir son 2 rəqəmi yaşı ilə eyni olmalıdır. 1900 AB-nin də son 2 rəqəmi AB-dir. Bu AB ilə eynidir. Onda belə çıxır ki, Fuad 1900 AB-də doğulub. Bunun üzərinə bu sonun 2 rəqəmini AB-ni əlavə eləsək, bərabər eləyər 2016-ya. Söhbət 2016-dan gedir axı, 2016-cı ildə verdiyi şeylərə görə. Bunu sadələşdirək müəllimlər. Bax, bunu biz necə sadələşdirəcəyik? Bir də təkrar edirəm. Bunu niyə belə yazdıq? Məsələn, mən 1990-cı ildə doğulmuşam. Mənim 1990-cı ildəki yaşım 90-cı ilin üzərinə hazırki yaşımı gələndə gəlib indi 2 il alınacaq da. Çox sadə bir məntiq var. İndi buradan bunu asaq yazaq. Bu 1900 eləyir. Yəni 1000 üstə gəl 900 elə birbaşa 1900 yaza bilərik. Üstə gələk 10A, üstə gələk B. Bunun açılışı da 10A üstə gələk B bərabərdir 2016. Sadələşdirsək 20A üstə gələk 2B bərabərdir 2016-dan 1900 çıxanda qalır 116. Buradan 10A üstə gəl B bərabərdir 58. AB-nin də açılışı ilə 2 rəqəmli AB ədədidir, bərabər 58. Demək, Fuadın yaşını verilənlərə əsasən tapdıq ki, 58-dir. İndi gəlin bu məsələləri Azad üçün hesablayaq. Azad isə tutaq ki, 1900 CD yazıram, XY-də yaza bilərsiniz. Dəyişənləri fərqli götürdüm ki, bu AB ilə eyni olmasın. O zaman Azadın yaşı belə olacaq. Belə başa düşdüyünə görə. O səhv başa düşüb baxı. Bu başa düşür ki, bu rəqəmlərin cəmi 1907 rəqəmlər cəmi 1 üstə gəl, 9 üstə gəl, C üstə gələk D-dir. Bu nədir bu yazılış? 1 üstə gəl, 9 üstə gəl, C üstə gəl D Azadın yaşıdır. Onda belə çıxır ki, Azadın doğum ilinin üzərinə Azadın yaşını gəldikdə 1 üstə gəl D, 9 da eləyir 10, üstə gəl C üstə gəl D. Bax, bu Azadın yaşıdır. Yəni, insanın doğum ilinin üzərinə yaşını gəldikdə hazırki ili verəcək. İndi burada hazırki il dediyimiz 2016-dır. Söhbət 2016-dan gedir. Bunu sadələşdirək müəllimlər. Bu 1900 eləyir. Üstə gələk 10C, üstə gəl D, üstə gəl 10, üstə gəl C, üstə gəl D, bərabər 2016. Bura sığmadı. Bərabərdir 2016. Belə yazıq. Sadələşdirək 10C, 10C, 11C, üstə gələk 2D, bərabərdir. Bu 1900-dən onu toplayanda 1910 elədir. 2016-dan 1910'u çıxanda qalır 106. Burada artıq nəyəsə bölünmür. Biz burada 11C üstə gələk 2D bərabərdir 106-da seçim verəcəyik müəllimlər. C və D-yə hansı ədədləri yazsaq. C-yə təbii ki, C və D də burada rəqəmlərdir. Çünki ədədin tərkibində C, D kimi yazmışıq. C-yə burada ən böyük rəqəm 9-u versək 99 eləyər.
106-dan 99 çıxsaq 7, 2-dir. Onda gərək D ilə bir ədəd olsun ki, 2-yə vuranda 7 eləsin, alınmır. C-yə biz 9 yox, C-yə 8 versək. Tutaq ki, C 8 olsa, 11 dəfə 8 88 eləyər. 106-dan 88-i çıxanda qalar nə qədər? 18 qalır da. 88-i çıxanda göstərmək üçün yazıram. 16-dan 8, 18. Onda D nəyə bərabər olmalıdır? D də 9-a bərabər olmalıdır ki, baxın, 11-i 8-ə vuranda 88 eləyir, üstə gələk. 2-ni 9-a vuranda 18, toplayanda 106. Demək seçimimiz ancaq budur, C və 8 və 9-dur. O zaman müəllimlər, məsələn, müəllim, aşağı ədəd olsun, 77 eləsin, yaxşı, 106-dan, yəni sizin baxışınızı deyirəm, 77-nin çıxanda bu tək alınır, onsuz da alınmayacaq. Tutaq ki, 6 olunsun, 66 olsun, 106-dan 66-nın çıxanda, 6-dan 6-nın çıxanda qalır 0, onun altının çıxanda 40. 40 olması üçün D 20 olmalıdır. Amma D-nin 20 olmaq üçün bir ehtimal yoxdur, axı D ancaq rəqəm olmalıdır. Ona görə bir dənə seçimimiz var, 8, 9. CD də 8, 9-dur. Demək onda Azad neçənci ildə doğulub? 1989-da. İndi Azadın yaşını biz iki cür hesablaya bilərik. 2016-dan çıxa bilərik və ya burada şərtdə demir, rəqəmləri cəminə bərabərdir. Eyni şeydir. 1 üstəgəl 9 üstəgəl 8 üstəgəl 9. Bunu da toplasaq eləyər 27. Əla. Azadın da yaşını 27 tapdıq. Bura yazıram Azad bərabər 27. Bizdən bunların yaşları cəmini soruşur. 58 üstəgələ 27. Bu da elədi 85. Doğru cavab müəllimlər A variantı. Yəni çətin, mürəkkəb görsənən suallardan qorxmayın. Hamı imtahanı hər şey bilsə ilə birinci ilə hamı qəbul olar. Məqsədimiz 14, 15, 16 yazan müəllimlərdə maksimum nəticə 20-ni yazmağı, formalaşdırmaqdır. Bunu da formalaşdırmaqdan ötürü müəllimlər fərqli suallarla işləmək, suallara yanaşma texnikası, bunlar çox önəmlidir. Yoxsa siz 100 dəfə bir şey əzbərləyin, yəni onunla da bağlı bir 1000 dənə sual işləyin. O biraz fərqli düşəndə onu yaza bilmirsinizsə demək burada böyük problem var. Kanala abunə olub paylaşmağı unutmayın müəllimlər. Videonun rəy bölməsində rəylərinizi yaza bilərsiniz. Hər bir rəy oxuyuram. İnşallah hər bir şey yaxşı olar. Hər birinizə uğurlar arzulayıram. Növbəti izahlarda görüşərik. Hələlik.